Salam uşaqlar. Bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqları kitabından növbəti bölməmizin izahıdır. Növbəti bölməmiz elektrik dövrəsi və dövrə elementləridir. Fəaliyyətə baxaq. Eşitmə qüsuru olan kişi yaşadığı mənzildə qapı zənginin çalınmasını hiss etmir. Ona görə də ustalardan xahiş edir ki, qapının zəngi çalındığı anda elektrik lampası da çözərsin. Ustalar yığdığı elektrik dövrəsinin sxemini çəkin. Deməli, eyni anda həm lampa işıqlanmalıdır, həm də zəng çalmalıdır. Məsələn, biz dərsliyimizdən şərti işarələri bilirik. Olsun bu lampamız. Ona ardıcıl olaraq zəngi calayarıq, elektrik zəngi. Bura bir elektrik açarı qoyarıq. Burada da müsbət və mənfi bateriyamızı qoyarıq. Sadə elektrik dövrəsi oldu. Buradan açarı qapadıqda müsbətdən mənfiyə doğru cərəyan axır və lampa ilə zəng eyni anda işləyir. Elektrik lampasının şərt işarəsi hansıdır? S bəndi. Elektrik zənginin şərt işarəsi hansıdır? Y bəndi. Klasteri tamamlayın. Cərəyan mənbələri. Cərəyan mənbələri, məsələn, qalvanik element, batareya, generator, akkumulyator, bunlar cərəyan mənbələridir. Rezin səth üzərində eyni radiuslu iki kürə var. Hansı halda kürələri birləşdirən çubuqda cərəyan yaranar? Baxırıq, misli keçiricidir, misli keçiricidir, şüşə dielektrikdir, mis keçiricidir, yenə şüşə dielektrikdir. İndi baxırıq, mənfi olmaz, müsbət mənfi, mislə keçirici olduğundan bizə cavabımız B variantı uyğun gələr. Burada da mis var, amma müsbətdir, olmaz. Cərəyan həmişə müsbətdən mənfiyə doğru axır. 5-ci tapşırığa baxırıq. Yüklü elektroskopları birləşdirən keçiricilərdən hansında elektrik cərəyanı yaranar? Kürələrin radiusları və yüklərinin modulları bərabərdir. Naqil boyunca hansı yüklü hissəciklər və hansı istiqamətdə hərəkət edəcəkdir? Baxırıq, burada iki kürəmiz də müsbətdir. Burada cərəyan yaranmaz. Amma burada bir kürəmiz müsbət, digər kürəmiz mənfidir. Keçirici naqil keçiricilərdir. Bu da birləşdirilmişdir. Cərəyan da müsbətdən mənfiyə doğru axar. Deməli, elektronlar müsbətdən mənfiyə doğru hərəkət edər. Baxırıq, burada deməli 2 şəklində yaranar. 2 elektronlar sola, protonlar sağa doğru hərəkət edər. Deməli, elektronlar müsbətə doğru, protonlar mənfiyə doğru hərəkət edəcəkdir. Protonlar sağa doğru, elektronlar sola doğru. Cavabımız olar Y variantı. 6-cı tapşırığımıza baxırıq. Hansı ifadələr doğrudur? Elektrofor maşında mexaniki iş elektrik sahəsi enerjisinə çevrilir. Elektrofor maşında kimyəvi enerji, elektrik. Elektrofor maşında 2 diski var, bilirik ki, təcrübələrdən və bir-birinə sürtünməklə mexaniki iş elektrik enerjisinə çevrilir. Deməli, burada bir doğrudur. Galvanik elementdə mexaniki iş elektrik sahəsi enerjisinə çevrilir. Galvanik elementdə kimyəvi enerji elektrik sahəsinin enerjisinə çevrilir. Günəş bateriyasında işıq enerjisi elektrik enerjisinə çevrilir. Cavabımız 1, 4 və 6 olar. 1, 4, 6 D variantımız. 7-ci tapşırığımıza baxırıq. Hansı ifadələr doğrudur? Bir açarı qapadıqda yalnız L1 lampası yanar. Baxırıq dövrəmizə. Bura müsbət, bura mənfi qütbdür. Müsbətdən mənfiyə doğru cərəyan axır. Elektronlar hərəkət edir. Və burada bir açarını qapadıqda L1 lampası yanar. Doğrudur. 2 açarını qapadıqda yalnız L2 lampası yanar. Baxırıq 2 açarını qapadıqda buradan yenə cərəyan gələr 2 açarına. Buradan L3'ə və L2 tərəfə getməlidir. Burada 3 açıq olduğundan cərəyan keçməz. Onda L2 lampasından cərəyan keçib mənfiyə çatar. Deməli, 2 açarını qapadıqda yalnız L2 lampası yanar. Doğrudur. 1 və 2-ni qapadıqda L1 və L3 yanar. 1-i qapadıqda L1 yanar. 2-ni qapadıqda da L3 yanmaz. Bu yanlışdır.
2 və 3-ü qapadıqda L2 və L3 yanar. 2-ni və 3-ü qapadıqda, bəli, buradan cərəyan gələr. Həm 3, həm 2 lampası işləyər. 4 də doğrudur. 3 açarını qapadıqda yalnız L3 lampası yanar. Bu yanlışdır. 3'ü qapadıqda 1 nə 2 açıq olduğundan dövrdə cərəyan yaranmaz. Deməli, doğru cavabımız 1, 2 və 4. 8-ci tapşırığımıza baxırıq. Uyğunluğu müəyyən edin. Cərəyan işlədiciləri, cərəyan mənbələri, bağlayan və açan qurğular. Deməli, cərəyan mənbələri bilirik. Günəş batareyası, galvanik element, cərəyan işlədiciləri, baxırıq burada soyuducu, ampermetr, bağlayan və açan qurğular, açar. 9-cu tapşırığımıza baxaq. Galvanik elementlər batareyası açar və dövrəyə qoşula bilən 2 lampadan ibarət elə elektrik dövrəsinin sxemini çəkin ki, bir lampa sıradan çıxdıqda digər lampa yanmağa davam etsin. Deməli, qoşuruq 2 lampanı belə paralel şəkildə. Bura bir açar yerləşdiririk. Burada galvanik elementlər batareyası müsbəti, mənfisi. Uzun xəttimiz müsbət, qısa xəttimiz mənfi olar və buradan birləşdirərik. Açarı qapadıqda buradan cərəyan gələr, budaqlanar, həm üst lampaya, həm alt lampaya keçər. Biri sıradan çıxdıqda alt lampamız yenə də işləyər. 10-cu tapşırığımıza baxırıq. Lampaya və cərəyan mənbəyinə qoşulmuş elektrodlar şəkildə göstərilir kimi distillə edilmiş su vannasına daxil edildikdə lampa yanmadı. Lakin xörək duzu, natrium xlor əlavə etdikdə lampa yandı. Müşahidə olunan hadisəni izah edin. Natrium xlor qatan kimi suya natrium müsbət, xlor mənfi yona parçalanır, mənfi yon olur. Natrium deməli burada müsbətdir, bu tərəf mənfidir. Onda baxırıq, bu elektrodumuz müsbətdir, bu elektrodumuz mənfidir. Deməli, natrium müsbətdirsə, natrium müsbət yona parçalandı. Onda mənfi elektrod üzərində natrium köküntü şəklində yığılasıdır. Xlor mənfi yona parçalandı. Xlor da qabarcıq şəklində müsbət katod tərəfdə yığılasıdır. Və burada müsbət və mənfi yonlar, yəni yüklü zərrəciklər yarandığı üçün lampa da yanar, cərəyan keçər. Bugünkü tapşırığımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.